bir tövlədə bir adamın, bir ağanın, bir fatsovunu deyərlər, ne deyirlər ona? Ferması olur, çiftlik, ferması olur onun. O fermada da o tövlədə nə olar? İnek var, qoyun var, toyuq var. Bunlarla beraber bir sıçan da yaşayır. Böyük olsa deyərsən, toğu, boğar böyükdür, sıçandır da, indi bunlara maneçiliyi yoxdur. Bunlar mehriban tövlədə bir yerdə yaşayırlar. Maneçiliklər yoxdur bir-birlərini. Amma evin yiyəsi ki var ki, bu sıçan bunun düşmanıdır. Gəlir bir dənə tələ qurur onun üçün, sıçan gəlir deyir ki, toyuğa da deyir, qoyuna da deyir, ineği deyir ki, tələ qurublar mənim üçün. Bilirlər, bizim benim sənət mi qurublar da, yaxşı. Elə olur ki, o tələyə bir dənə ilan düşür təsadüfən. İlan da yaralı olur. Yaralı ilan o fermanın müdürünün arvadını sancır. Arvad xəstələnir. Arvad xəstələnir, həkim deyir ki, buna toğ bulyonu lazımdır, toğu kesirlər, bulyonunu verirlər. Biraz keçir, qoğum əqrəbə eşidir, gəlirlər arvada dəyməyə. Bu qoğum əqrəbənin qabağına çıxmasın, qoyunu kesirlər. Biraz keçir, arvad ölür, arvadın məclisi üçün ineği kesirlər. Amma sıçan elə o deşikdən baxır bunların hamısına, vaxtında dedim sizə də. Yəni bu vəhdət qorunmalıdır ki, bir özünü şair hesab eləyənlərdən biri deyir ki, yan keçib daş yenə məndən deyəcək qardaşıma, nə rəvadur, sevinim mənsə səlamət başıma. Yəni ki, məndən keçdi başqasına qardaşıma deydi, bu cürünə yaşaya, yox, Peyğəmbər elə deməyib. Peyğəmbər deyib ki, bəşəriyyətin hər birinin etdiyi səhv bütün bəşəriyyəti incidər. Ona görə Peyğəmbərimiz insanlarla elə münasibətli idi ki, insanları qoymurdu. Necə insan öz bədənini qoruyar, öz bədən üzvlərini qoruyar. Nə bilim, çirkabdan, xəsarətdən Peyğəmbər əxlaqı budur ki, bütün bəşəriyyəti o günahlardan təmizləyir. Ona görə məsumların xüsusiyyətidir. Yol keçər, görər ki, biri səhv eləyir, o səhv ona deyər. Niyə bənzəyir? Elə bir gedirsən, ayağın bulaşdı, necə ayağı təmizləməlisən? Bu cürünə. Bu xüsusiyyəti Peyğəmbər bizi üçün qoymuşdu. Allah müvəffəq eləsin, biz də onlara heç olmasa oxuyaq.